Esselamu Aleyküm ve Rahmetullahi ve Berekat. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizi uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsiyyət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti, yəni təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olaraq. Quran inkarçıları, din düşmənləri barəsində olan 121-ci videomuzdur. Bəli, dəyərli dinləyicilər, yanlış eşitmədiniz. Artıq 121-ci videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahiyyətçiləri, bu yalancıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə, dinsizliyə, imansızlığa, mənəviyyətsizliğə sürükləyənləri tanımış və onların yalanlarından, hilələrindən agah olmuş olarsınız. Deməli, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin dedikləri həqiqətən də necə də öz yerini tapır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, insanların peyğəmbərlikdən öyrəndikləri ilk şey həyat. Əgər insan həya etmirsə, istədiyini edəcək. İnsan vay-şüvən qoparıb. Vay-şüvən qoparıb ki, məndən niyə halallıq almırlar? Niyə tövbə etmirlər? Məndən niyə üzrxahlıq istəmirlər? Nə üçün? Həmin maşının modelini bir qardaş səhv deyib. Sən demə, bunda Cadillac deyilmiş, başqa modeliymiş. Buna görə vay-şüvən qoparıb ki, məndən niyə halallıq istənilmir? Məndən niyə üzrxahlıq götürülmür? Və yaxud da bağışlanma, tövbə edilmir? Allahu Akbar. Dinləyək, dəyərli dinləyicilər, sonra da inşallah cavab verəcək. Ya adamların həyatları ancaq ona söz atmaq, buna söz atmaq, onu yalancılıqda olan sizlərsiniz, bilirsiniz nə inirsiniz? Təsəvvür edin, biriniz çıxıb bir dənə elədiyiniz yalana görə, böhtana görə halallıq istəmədiniz, üzr istəmədiniz, tövbə eləmədiniz. Adam mənim haqqımda yazır ki, çıxıb videoları var ki, bu adam öz yaxşı deyil gedib Cadillac'ını satsın da. Niyə gedib Çin maşını almır? Qardaş, mənim Cadillac'ım ömrümdə olmayıbdı. Olsa da heç bir zaman bunu da gizlətmərəm, deyərəm, burada nə var ki? Cadillac böyük bir şeydir. Yəni öz gözlərində görün Cadillac. Rolls-Royce desəydi nəsə, Lamborghini desəydi nəsə. Yəni götürüb Cadillac'la bunu ölçürsünüz. Ayıbdır. 120 dənə haqqında video çəkmişik. Və o 120 dənə videonun hər birisində sənin öz səsinlə, görüntünlə sənə sübut etmişik ki, sən yalancı və şarlatansan. Sən dinsiz şunasın. Hansı birinə görə çıxıb üzrxahlıq eləyib, halallıq istəyib, Allahdan tövbə edib bağışlanma diləmisən. Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətinə dil uzadırsan. Hədisləri inkar edirsən. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərini lağa qoyursan. Və bu günləri o yuxarıda şəklini qoymuşam. O məxluqun Allah yoxdur yazmasına, Allah yoxdur orada yazmasına səbəbkarı sənsən. Ən böyük səbəbkarı sənsən. Sənin işlətdiyin bütün kəlmələri onlar işlədirlər. Peyğəmbər sallallahu aleyhi ve sellemi pedofillikdə ittiham etmək. Bunların hansına görə, birinə görə çıxıb üzrxahlıq eləyib Allahdan bağışlanma, tövbə diləmisən. Qoyduq bu sünnəti qırağa. Allahın kitabına keçək. Quran-ı Kərimdə elə bir ayət yoxdur ki, sən onu öz nəfsinə, öz ağlına görə tərcümə edib yazmayasan. Ayətləri inkar edən, Peyğəmbər sallallahu aleyhi ve sellem peyğəmbərlərə verilən bütün möcüzələri inkar edən sənsən. Ayətlərin yerini dəyişən, tərcümələri səhv tərcümə edən, nəfsinə uyğun tərcümə edən, ayətlərin belə hərəkələrini belə dəyişən sənsən və bütün bunları hamısını sübutla sənə göstərmişik. Hansı birinə görə çıxıb tövbə edib Allahdan bağışlanma, üzrxahlıq etmirsən, istəmirsən. Hansı birinə görə? Heç birinə görə. Və nə var ki, hansısa bir qardaş sənin maşının modelinin adını səhv deyib, Kia Sportage'in yerinə, nə bilim, Cadillac deyib, buna görə vay-şüvən qoparmısan ki, mənə böhtan atıblar, mənim heç Cadillac'ım yoxdur, məğz deyişib, məğz ki deyişməyim, niyə görə sənə bu sözlər deyilmişdi ki, get Cadillac'lı saat, niyə deyilmişdi? Çünki sən həccə gedənləri ittiham edirdin ki, bu qədər pul xərcləyib həccə gedmək əvəzinə, hansısa bir uşağa təhsil verin, nə bilim, yetimlər evini doydurun və s. kimi. Sən buna ittiham iddia edirdin də və sənə də deyilib ki, belə ürəyin yanırsa, elə Cadillac'lı saat ver uşaqlara. Mən sənə göstərim nə qədər uşaqlar var ki, onlara təhsilə yardım etmək, təhsilə onlara kömək eləyə bilərsən? Yox. Sadəcə bu sənin quru iddiandır.
Məğz ki dəyişməyib. Olsun Cadillac olmasın, Kia Sportage olsun, Hyundai Tucson olsun, nə bilim, Mercedes-in hansı modeli olsun və yaxud da BMW-nin hansı modeli olsun, fərqi nədir? Məğz dəyişir, yox. Eyni şey indi mən sənə deyirəm. Saat, gətir mən sənə göstərim hansı uşaqlar var ki, onların təhsilinə yardım etmək lazım. Gəl elə, görüm eləyə bilərsən, hə? Görüm dediklərimin arxasında dura biləcəksən, yox, həyatın boyu. Sadəcə sən bu sözlər ilə nədir? Müsəlmanları, həccə gedənləri, ümrəçilərə sadəcə söz atmısan. Və salam. Ona görə də təsəvvür edin, qardaşlarım, vay şivən qopardıb ki, nə var ki, bunun üçün buna böhtan atıblar, maşının modelinin adını səhv deyiblər. Vay şivən qopardıb ki, gəlin məndən deyir, üzrxahlıq edin, tövbə edin, halallıq istəyin məndən. Allahu akbar. Allahın, Peyğəmbərin haqqına bu qədər girib, heç buna görə bu boyda da vicdanı tərpənməyib. Yəni, bu qədər də olsun vicdanı tərpənməyib ki, çıxım Allaha tövbə edim, Allahdan bağışlanma istəyim ki, bu günləri sosial şəbəkələrdə, TikTok kimi şəbəkələrdə yuxarıda qoyduğum o şəkil ünsürlər çıxıb Allaha, Peyğəmbərə dil uzadır, lağa qoyulur. Və hamısının da səbəbkarı sənsən. Və hamısının da səbəbkarı sənsən. Və qiyamət günü hamısı yapışacaq sənin boğazından. Çünki onların o hala gəlməsi və o cürlə çıxıb danışmalarına hamısına yol açan bax sən olmuşsan. Sənin kimi xainlər, sənin kimi din düşmənləri. Allah subhanahu ta'ala dövlətimizi, məmləkətimizi sənin kimi xainlərdən qorusun. Allah'a əmanət olun. Esselamu aleykum və rahmetullah və bərəkatuhu.